bu enerjisini sərf eləməliyik. Balans belədir. Amma uzun müddət oturarsak enerji sərfiyyatımız azalır. Bu isə bir yerdən sonra damar problemlərinə, ürək problemlərinə gətirib çıxarır və hələ piyələnmənin şəkəri demirəm. Məhz bu damar ürək problemləri nəticəsində infarkta səbəb ola bilər. Çünki artıq damarların divarı bir müddətdən sonra tutulmağa başlayır və ürəyin qanlanması pozulur. Bu isə ani ürək ölümünə gətirib çıxara bilər. Digər tərəfdən uzun müddət oturmaq enerji sərfiyyatını azaltdığı üçün qanda şəkərin yüksəlməsinə də səbəb olur. Çünki şəkər də elə bir maddədir ki, bu orqanizmdə həmçinin əzəllər tərəfindən istifadə olunur. Biz əgər yetərli miqdarda hərəkət etməzsək, bir müddətdən sonra qanımızda şəkərin səviyyəsi yüksəlir. Həm də bu digər metabolik səbəblərlə bağlıdır və bu isə şəkərli diabet xəstəliyinin yaranmasına gətirib çıxara bilər. Ən azından risk faktorudur.